Hörmətli tamaşaçılar, yayımımızı bəyənin, paylaşın. Bu bizim həmişəki xahişimizdir. Üzeyir bəy, əslində biz bir müddət artıq sevinməyə başlamışdıq ki, daha qazi ölümləri yoxdur, daha bu faciələri yaşamırıq, intiharları yaşamırıq ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd sakini 2-ci Qarabağ savaşının qazisi Əliyev Vüsal Məhərrəmoğlu canına qıydı oktyabrın 5-də özünü asdı, həyatına son qoydu və kənd sakinlərinin bildirdiyinə görə onu bu addım atmağa sırf imkansızlıq vadar edib, yəni maliyyə durumunun qaydasında olmaması səbəb olub ki, yəni yenə də çox təəssüf, yəni erməninin gülləsindən qaça bilən bir şəxs gəlib burada həyatın sınaqlarına belə demək mümkünsə dözə bilmədi. Yəni bildiyimə görə kifayət qədər, yəni qayğı ilə əhatə olunub qazilər, amma bəlkə cəmiyyət, yəni bir qədər daha artıq çalışmalıdır, ictimaiyyət daha artıq çalışmalıdır ki, bunlar bu həyatın, yəni çətinliklərindən keçə bilsinlər, canlarına qıymasınlar. Mahir bəy, mən bir şey deyim. Bizim bilirsiniz ki, icra strukturlarında bu müharibə veteranları ilə, şəhid ailələri ilə işləyən bir şöbə var. Mən sevdim, bu şöbələr yaradılanda mən sevindim ki, ola bilsin ki, bu müharibənin barıt qoxusu görmüş insanlar bir iş görərlər qazilərlə, şəhid ailələri ilə. Sən demə, onlar icra strukturlarının da təsiri altına düşür. Bu hamısına aid deyil. Əlbəttə ki, mən hamısının haqqına girə bilmərəm. Yaxşısı da var, pisi də var. Amma sizin dediyiniz məsələ ondan xəbər verir ki, o yerdə ki boşluq var, o yerdə ki insanlar yerində deyil, yəni hökumət və dövlət strukturunda bu problem bundan sonra da davam edəcək. Çünki bilirsiniz, müharibə görməyən adamlar bu günləri at oynadılar. Müharibədə ümumiyyətlə heç bir əziyyəti, zəhməti olmayan adamlar bu günləri bizə ağıl verirlər. Baxın, son günlər 3 təşkilatla bağlı məlumat yayıldı da. Biri Füzuli Rızaquliyevdir, biri Eldar İsmayılovdur, o Dədə Qorqud deməli fondudur, nədir onun sədri. Biri də ki, deməli Rasim Məmmədovdur. O nə bilim nəzarəti hansısa. Biz sizdən efirdə bu məsələni müzakirə etmişdik, xatırlayırsınızsa. Bəli. Məsələ burasındadır ki, bu günləri deyir, oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Mən baxıram, görürəm ki, ayrı-ayrı platformalarda, ayrı-ayrı deməli yerlərdə başlayıblar müdafiə eləməyə. Ay nə bilim Füzuli belə yaxşı oğlandı. Ay nə bilim Rasim belə yaxşı oğlandı. Ay nə bilim Eldar müəllim İsmailov belə yaxşı oğlandı. Onlar hamısı əla oğlanlardır. Pis oğlan Mahir Rüstəmlidir, bir də ki Üzeyir Cəfərovdur. Ona görə ki biz bu haqda danışırıq. Deyir ki bu haqda danışmasan daha yaxşı olar. Kimsə nə isə eləyib. Qardaşım, mən də müharibə keçmişim. Və mən hələ bu günləri Azərbaycan dövlətindən bir dənə qara çöp almamışam. Ona görə danışmıram. Ona görə dilim uzundur. Ona görə Sahil Babayevin, üzr istəyirəm, səhərdən axşama qədər tənqid eləyirdim. Bu günləri onun sələfi olan Anar Əliyevi və onun komandasını tənqid eləyirəm. Siz qazi məsələsinə toxundunuz. Dünənləri baxıram, görürəm Hövsanda 100 şəhid ailəsinə mənzil paylaması ilə bağlı. Deyəsən, Vüsal Nəsirli idi. Səhv eləmirəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin mavini orada deməli orderləri ailələrə təqdim edir. Əla, mən bunu alqışlayıram. Yəni, yaxşıya yaxşı deyərlər. Amma reklamı yığışdırın. Yığışdırın bu reklamı. Siz problemi olan insanlarla işləyin. Problemi olan insanların qayğıları ilə maraqlanın. Mənə, yenə deyirəm, nə Vüsal, nə Anar, nə Sahil, nə Himalay, nə digərləri maraqlı deyil. Yəni, onlar heç vaxt bu dövlət üçün, belə deyək, öz ciblərindən bir qəpik də xərcləməyiblər. Dövlətin onlara verdiyi yüksək məvacib, dövlətin onlara yaratdığı şəraitdən onlar yararlanaraq bu işləri görürlər. Mənim rəhmətli nənəmi də, Zəhrə nənəmi də gətirsələr, qoysalar, yəni o nazirliyə rəhbərlik eləyə bilər. Və yaxud da ki, Mahir bəy, və yaxud da ki, mən və digərlər. Və ümumiyyətlə, mən bugün yenə də o fikrə qayıdıram. Deyirəm ki, bizim hörmətli Nazirlər Kabineti ümumiyyətlə işlə məşğul deyil. Baxın, deməli, oktyabr ayına gəlmişik, hələ də müharibədə iştirak etmiş insanların haqqı tanınmır. Nədir? Sahil Babayev icazə vermir ki, orada əlavə
ödənişlər lazım olacaq. Nə bilim, müharibə iştirakçılarına o 80 manat, 80 manat o da prezident təqaüdüdür. Bunlar səhərdən axşama kimi dövlətimizin qayğısı, dövlətimizin nə bilim diqqəti, başa düşürəm. Dövlət quru anlayışdır. Dövləti dövlət eləyən, hökuməti hökumət eləyən biz vətəndaşlarıq, biz insanlarıq. Heç kim də cibindən bir qəpik, yəni mənə belə deyək də onu demək lazım deyil ki, dövlət bunu eləyir, onu eləyir. Dövlətin, yəni çalışırıq, vergi ödəyirik, neft pulları var, nə bilim digər sərvətlər var. Ondan olan pulları biz heç onu da vaxtında normal şəkildə vətəndaşımıza çatdırmırıq. Bayaqları dedim mən. Bu ay, yəni oktyabr ayının pensiyasını mən ayın 1-dən almalıydım. Ayın 1-dən, oktyabr ayının 1-dən. Eşidirsən, Anar Əliyev. Sənə o göstərişi verən Sahil Babayev, Maliyyə Naziri, eşidirsən məni? Demirəm, eşidirsiniz. Çünki siz o vaxtı mən sizə eşidirsiniz sözünü deyərdim ki, əgər siz həqiqətən də Azərbaycan qanunlarına, konstitusiyasına hörmətlə yanaşardınız. Oktyabr ayının pensiyası, mən o pensiyanı qazanmışam, mənim kimi 100 minlərlə Azərbaycan vətəndaşı o pensiyanı qazanıb. Siz bugün işə gedib gəlirsiniz, siz pensiyanızı qazanırsınız, amma mən o pensiyanı zamanında xidmətim dövründə qazanmışam. O pensiya mənim halal haqqımdır. O pensiyanı ötən ilin dekabrında təsdiq eləmişik, qoymuşuq seyfə. Hər ayın 1-də mən onu götürməliyəm, ailəmə, uşağıma, özümün davama, dərmanıma, ehtiyaclarıma xərcləməliyəm. Yoxsa hansısa bir debil xəstənin fikri ilə yox. Biz humanistlik göstəririk bunlara. Hələ ay başa çatmamış. Harada da o Rəşad Mehdili və yaxud da ki Fazil Talıbov və digərləri. Biz bunlara humanistlik göstəririk. Bunlar hava udmalıdırlar. Bir ay yaşamalıdırlar. Ayın axırında mənim pensiyamı mənə verməlidirlər. Xub. Bir ay onsuz da cibinizdə çırpışdırıb qoymusunuz da. Onsuz da uğramışsınız da o pensiyanı. Bir ayı cibinizdədir. Milyonlar cibinizdədir. İndi siz mərhəmət göstərib oktyabr ayının pensiyasını sabah bunlar Bakı, Sumqayıt, Abşerona ödəyəcəklər. Sabah axşamüstü də məlumat yayacaqlar. Bakı, Abşeron və Sumqayıt pensiyalar ödənildi. Necə ki dünənləri. Naxçıvan Muxtar Respublikası üzrə bütün pensiyalar ödənilib. Urra! Gürültülü və sürəkli alqışlar. Ay kişi, siz bilirsiniz nəyə görə Naxçıvanın pensiyasını gecikdirmək olmaz. Naxçıvanlılar, yəni onlar qanunu çox sevirlər. Əlifbanı sizə tərsinə oxutdurarlar. Eşq olsun buradan Naxçıvanda olan dostlarıma və Naxçıvan əhlinə. Amma siz Bakı, Abşeron, Sumqayıtı ayın 10-da, hərdən 11-i, hərdən 13-ü, indi də bizə hərbi qulluqçular, yəni xüsusi şərtlərlə olan hərbi qulluqçulara ayın qrafik üzrə, fikir verin ha, 10-da ödəyirlər Bakı, Abşeron, Sumqayıtı, 20-sindən də sonra hərbiçiləri və digərlərini. Başa düşməm, o qrafik hissə kim müəyyən eləyib? Mən heç kimə, üzr istəyirəm, rəhmətli atama da heç qrafika etibar eləmirdim, heç ehtiyac da yox idi. Nə qrafik, başa düşmürəm? Hansı qrafik? Belə məşğuldur, yəni o idarələr ki, bunlar təzədən nə isə hesablayırlar. Onsuz da hesabladığınız, üzr istəyirəm, gözünüzə girsin sizin orada da cəmaatı. Keçən ay mənim zabitim mənə vaxtı ikən döyüşlərdə iştirak eləmiş zabitim mənə zəng gelib deyir ki, Üzeyir müəllim, mənim pensiyamdan 300 manat tutublar. Niyə tutmalısınız? Niyə tutmalısınız? Başa düşmürəm. Əgər qeyri-qanuni hesablamışsınız, canı çıxsın, gedin verin. O boydana departament saxlayırsınız, hüquqşünaslar. Baxırsan, maşallah, paçka-paçka hüquqşünaslarınız qabaq başı dönürdü sağa sola, indi başla bədən bir yerdə dönür. Niyə? Ona görə ki, siz cəmaatdan qeyri-qanuni tutduğunuz pulları, nə bilim, depozit, auksion keçirdiyiniz pullarla hoqqalardan çıxırsınız. Sahil Babayevin, Sahil Rafiqoğlu Babayevin göstərişinə əsasən. Bir gün o Sahil Rafiqoğlu Babayevin də məhkəməsində biz iştirak edəcəyik inşallah. Necə Səlim Müslümovun, yaxud da Füzuli Ələkbərov və digərlərinin məhkəmə və yaxud da ki, digər məsələləri ilə bağlı biz məsələləri eşitdik. İnşallah Sahil Babayevin, Himalayın, Anar Əliyevin və yaxud da ki, Anar Kərimlinin və yaxud da digərlərinin də məsələsi, Şahin Əliyevin, nədir o, Zəka Mirzəyevin və digərlərinin inşallah darıxmayın. Allah Taala o günü də bizə nəsib edir.